İkincisi, biz Qur'ana baxanda görürük ki, Allahın kitabı bunu isbat edir və həmçinin mütəvatir hədislərdə varid olub. Allah subhanahu və teala Qur'anda deyir, İqtarabətis sə'atu və nşəqqal qamar. Və nşəqqal qamar. Ay ayrıldı, parçalandı. Düzdür? Səhih hədislərdə varid olub ki, Buxari Müslimdə keçən hədislərdə, məsələn, İbn Məsud radiyallahu anhu deyir ki, İnşaqqal qamaru alə əhdi Rasulillah sallallahu aleyhi və səlləm şiqqateyn. Peyğəmbərin zamanında, əhdində ay iki hissəyə bölündü. Mən deyir, İbn Məsud deyir, Hira dağını ayın iki hissəsinin arasında gördüm deyir. Yəni ay bir hissəsi bu tərəfdə idi, bir hissəsi bu tərəfdə idi. Dağ düşmüşdü ortasına. Yəni nə deməkdir? Bu açıq aydın görsənirdi ki, ay parçalanıb. Dağ Hira dağı arasındadır. Bunu sahabələr də gördülər və müşriklər də gördülər bunu. Peyğəmbər sallallahu aleyhi və səlləm dedi ki, İşhədu, şahid olun. Yəni ay parçalanıb. O vaxt ki, müşriklər Peyğəmbərdən öz sadiqliyini isbat edən dəlil istədilər, möcüzə istədilər. Çünki Allah subhanahu və teala öz Peyğəmbərlərinə onun nübüvvətini təsdiq edən möcüzələr verirdi. Məsələn, Musa Peyğəmbərə vaxtında dəniz yarıldı və bizim Peyğəmbərin vaxtında ay yarıldı. Elə ki, tələb etdilər, Allah subhanahu və teala ayı yardı və Peyğəmbər sallallahu aleyhi və səlləm dedi ki, şahid olun. Və sahabələr də gördülər həmin vaxtı və müşriklər də gördülər. Nə dedilər? Bu bir sehirdir. Yəni, yenə də qəbul etmədilər. Dedilər, sehirdir. Hər bir halda müsəlmanlar bunu isbat edir, Qur'an bunu isbat edir, səhih hədislər bunu isbat edir və zərrə qədər də şübhə yoxdur.